çox müraciətlərimiz var ki, qaşınma, iltihab, cinsiyyət orqanlarından iltihabın gəlməsi ilə müraciət edirlər. Hətta qızartı və allergiyan olması ilə bağlı və bunların hər birini biz cinsiyyət üzvü yaxmasının müayinəsi ilə yoxlamalıyıq. Bakterioloji müayinə nəticəsində biz bütün infeksiyaların, vaginal infeksiyaların genital bölgədə formalaşmağını və inkişafını təyin edə bilərik. Bundan əlavə biz qurd invaziyalarına təyin etməliyik ki, çox nadir hallarda enterobius qurdu anus dəliyindən yeriyərək genital bölgəyə irradiasiya edib və orada özünə yuva düzəldə bilər. Və yaxud Schistosoma mansoli adlı Afrikadan bizə yoluxmuş qurd invaziyaları mövcuddur ki, çox nadir hallarda cinsiyyət bölgələrinə, sidik hissəsinə və ağciyərin alveollarına daxil ola bilir ki, bu qurd invaziyalarının müayinəsi üçün biz heç vaxt nəticə nümunə müayinəsindən istifadə edə bilmərik. Lakin antigenlərin qanda təyinini yerli olaraq biomaterialların götürülməsi vasitəsilə biz bu qurdları təyin edə bilərik.